Salam değerli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Əliyeva Sevinç. Bugün mən sizə müəllimlərin işə qəbulu və sertifikasiyanın müsahibə mərhələsində sizlər üçün təqdim oluna biləcək hansı ki şagirdlərin öyrənmə tərzinin dərs mühitində, real sinif mühitində necə nəzərə alınmasını bağlı veriləcək müsahibə suallarından ibarət PDF-imizdən bir neçə sualı sizlər üçün izah edəcəm. Suallara keçid etməzdən öncə müəllimlər əlaqə nömrəmiz 055 546 78 18-dir. Qeyd etmək istəyirəm ki, şagirdin 4 cür öyrənmə tərzi var. Vizual, audial, kinestetik, oxuyub yazaraq. Bir şagird də bu öyrənmə tərzinin bir neçəsi inkişaf edə bilər. Yəni məcburi deyil ki, bir dərs zamanı nəzərə alaq ki, yalnız bu şagirdin bir dənə öyrənmə tərzi var. Xeyr, bir şagirdin müxtəlif öyrənmə tərzləri ola bilər və dərs zamanında bütün şagirdlərin öyrənmə tərzini nəzərə almaq lazımdır. Yalnız bir neçə şagirdin öyrənmə tərzi deyəlim ki, vizualdır. Biz dərs zamanı yalnız bu bir neçə şagirdi nəzərə alıb vizual öyrənməni nəzərə tutmamalıyıq. Bütün şagirdləri dərs prosesində nəzərə almalıyıq. İndi isə suallarımıza keçid edək. Birinci sualımızda deyil. Şagirdin öyrənmə tərzini dərs zamanı nə üçün nəzərə almaq vacibdir? Bilirik ki, şagirdlərin mənimsəmə səviyyəsini artırmaq üçün, hər bir şagirdin potensialını nəzərə almaq üçün mütləq şəkildə biz şagirdlərin öyrənmə tərzini dərs zamanı nəzərdə tutmalıyıq. Və bilirik ki, bir sinifdə müxtəlif öyrənmə tərzində olan şagirdlər olur və onların müxtəlif öyrənmə üsullarını nəzərə alıb dərsi qurmalıyıq. Və bu da dərsimizin effektivliyini yüksəldib, bütün şagirdlərin təlim prosesində fəal iştirakını təmin etmiş olacaq. Digər sualımız, sinifdə vizual öyrənən şagirdlərin üstünlük təşkil etdiyini müəyyən etmişsiniz. Dərsi necə quracaqsınız? Baxırsınız, görürsünüz ki, bir sinifdə məsəl üçün 30 şagird var. Bunun 28-i, 27-si vizual öyrənmə tərzindədir. Əlbəttə ki, biz burada digər o 2 nəfər şagirdi, 3 nəfər şagirdi kənarda qoya bilmərik. Hər birisini dərs zamanı nəzərə almalıyıq. Amma üstünlük daha çox vizual öyrənmədədir. Bunu da nəzərə tutağın. Bu zaman bütün şagirdlərin yeni öyrənmə tərzini nəzərə alırıq. Əyani vəsaitlərdən, şəkilli kartlardan, xəritələrdən, qrafiklərdən, rəqli qeydlərdən geniş istifadə edərik. Məlumatı lövhədə aydın sxemlər şəklində də əks etdirə bilərik. Həm bu vizual öyrənənlərə nəzərə tutmuş olacaq. Eyni zamanda burada şəkilli kartlar olduğu üçün və yaxud da yazılı qeydlərin orada qeyd edildiyini nəzərə alsaq, burada oxuyub yazaraq öyrənmə tərzində nəzərə ala bilərik. Hətta göstərdiklərimizi, bu şəkilləri, xəritələri, qrafikləri ekranda göstərdiyimiz anda biz onların geniş şəkildə izahını da təqdim edib, audial eşidərək öyrənənləri də nəzərə ala bilərik. Hətta şagirdlərdən bunlarla bağlı gətirib mühazirələrdən xoşlamadıqlarını nəzərə alsaq, bu şagirdlərdən hansısa bir fəaliyyəti qurmasını da istəyə bilərik müəllimlər. Digər üçüncü sualımıza baxaq. Audial öyrənən şagird dərsi dinləyərkən diqqətini daha yaxşı cəmləyir. Bu şagirdlər üçün hansı tapşırıqlar effektivdir? Bilirsiniz ki, audial öyrənənlər eşidərək ucadan öyrənənlərdir. Hansı ki, oxuduğunu ucadan danışmağı sevən şagirdlərdir. Başqaları ilə müzakirə etməyi sevən şagirdlərdir. Hətta özlərinin öyrəndiyi məlumatların səsli şəkildə qeydlərini də aparmağı sevən şagirdlərdir. Dinləyərkən diqqətini daha yaxşı cəmlədiklərini nəzərə alsaq, onları qrup müzakirələrinə cəlb edə bilərik. Dinləmə tapşırıqları təqdim edə bilərik. Mühazirələr apara bilərik. Eşitdiklərini öz sözlərlə yoldaşları ilə bir-birdən müzakirə etməsinə şərait yarada bilərik. Ucadan oxu fəaliyyətlər təşkil edə bilərik. Bu da şagirdlər üçün daha effektiv olacaq. Sual 4-cü. Kinestetik öyrənmə tərzinə sahib şagird sinifdə sakit otura bilmir və daim hərəkət etmək istəyir. Bu vəziyyəti necə edərsiniz? Əlbəttə ki, bu kinestetik öyrənmədə olan şagird hərəkətli şagirddir. Toxunmağı çox sevir, gəzmək. Məsəl üçün, əlinə kitab alıb sinifdə gəzə-gəzə o kitabı da oxuya bilər. Çünki bu onun öyrənmə tərzidir və yaxud da evdə deyəlim oxuya bilər. Hərəkətliliyini mütləq şəkildə onun balansı var da ona. Biz onu belə deyim də sizə üstünü örtbas eləyə bilmərik. O şagirdin enerjisini bir yoldan etməlidir. Yəni o enerjini çıxarmalıdır o şagird. Bunu nəzərə almalıyıq. İntizam pozucusu kimi qiymətləndirmirik bunu. Onu rollu oyunlara təşkil edə bilərik. Laboratoriya işlərinə, praktik işlərə və yaxud da məsəl üçün texnologiya fənnində emalxanada işlərin həyata keçirilməsində köməyə cəlb edə bilərik.
Bu da onun hərəkət ehtiyacını ödəyəcək. Yəni biz o şagirdin öyrənmə tərzini nəzərə almasaq, yox sən hərəkətlisən, dərsi pozursan, daha çox hərəkət eləyirsən, bu da sinifdə qarşılıqlı yaradır kimi ifadə yox. Biz o şagirdin öyrənmə tərzini nəzərə alıb dərs prosesində enerjini kənara atmamalıyıq. O şagirdin də öyrənmə tərzini nəzərə almalıyıq. 5-ci sualımızda oxuyub yazaraq öyrənən şagirdlərin dərsdə daha yaxşı mənimsəməsi üçün hansı şərait yaradırsınız? Baxın, oxuyub yazaraq öyrənən şagird oxumaqla daha çox öyrənir, yazılı qeydlərini rahatlıqla eləyə bilir, mətnləri oxuyur, eyni zamanda qeydlər əsasında öz fikirlərini də ümumiləşdirə bilir və geniş qeydlər götürməsini, lüğətlərdən, kitabxana resursları ilə işlənməsini istəyə bilərik və öyrəndiklərini öz sözləri ilə yenidən anlaya bilsin ki, anlayır, o sözləri ilə onları köçürdə bilir də. Bunun üçün də şərait yaratmaq lazımdır. 6-cı sualımızda isə deyir ki, yalnız bir öyrənmə tərzinə uyğun dərs keçmək hansı mənfi nəticəyə gətirib çıxarda bilər? Biz bilirik ki, bir sinif mühitində dediyim kimi fərqli öyrənmə tərzində olan şagirdlər var. Əvvəldə də qeyd etdiyim kimi, biz yalnız bir şagirdin öyrənmə tərzini nəzərə alıb dərsi ona uyğun şəkildə qurmamalıyıq. Bir müəllim dərsi keçirsə, bütün şagirdlərin öyrənmə tərzini, bərabər imkanları müəllim qurmalıdır. Şagird yönümlü təlimi müəllim qurmalıdır. Və əgər bunu yalnız bir şagirdi nəzərə alsam, əlbəttə ki, digər şagirdlər üçün bu dərs maraqsız olmuş olacaq. Diqqətləri yayınacaq, mənimsəmə səviyyələri də aşağı düşmüş olacaq və bərabər imkanlar eyni zamanda dediyim kimi pozulmuş olacaq. 7-ci sualımızda bir şagird eyni zamanda həm vizual, həm də kinestetik öyrənən ola bilərmi? Bəli, əlbəttə ola bilər. Bir yaxda qeyd etdiyim kimi müəllimlər bir şagirddə bir neçə öyrənmə tərzi formalaşa bilər. Qarşılıq öyrənmə tərzində ola bilər. Həm ucadan oxuya bilərlər, eşidərək öyrənmə tərzində ola bilərlər, həm vizualda ola bilərlər və daha yaxşı öyrənmə tərzlərini nəzərə alıb hər bir şagirdin yenə dərs prosesində quracağıq. Yəni, əgər mən bir dərs prosesində bütün öyrənmə tərzlərini nəzərə alıramsa, bir neçə öyrənmə tərzində malik olan şagird üçün effektiv olacaq əlbəttə ki. 8-ci sualımız, dərsi planlaşdırarkən müxtəlif öyrənmə tərzlərinin necə əks olunmalıdır? Dərs zamanı mütləq şəkildə diferensiallaşma aparılmalıdır müəllimlər. Diferensial təlim deyəndə biz nə başa düşürük? Fərqli qeyd edeyim kimi, diferensiallaşma nə idi müəllimlər? Eyni sinif mühitində, eyni təlim mühitində müxtəlif, yəni öyrənmə tərzinə, intellektinə görə, təlim nailiyyətinə görə, qavramasına görə fərqlənən qruplar olur. Bu qruplarla fərqli metodlarla işləməkdir. Yəni, homogen yox, heterogen qruplarla işləməkdir. Yəni, onların hər birinin də fərqliliyini nəzərə almaq lazımdır. Bax, deyəcəksiniz, homogen nədir, heterogen nədir? Bax, homogen odur ki, yalnız intellekti bir olan, yalnız öyrənmə tərzi bir olan şagirdlərdən ibarət, qavraması bir olan şagirdlərdən ibarət qrupdur. Amma heterogen qruplar isə o eyni tərkibli olur homogenlər. Heterogen isə qarşılıqdır. Yəni, biz dərs mühitində heterogen qruplar yararsaq daha yaxşı olar. Çünki balansı qorumuş oluruq da. Yalnız bir qrupda daha intellekti yüksək olan şagirdlər olsa, əlbəttə ki, onlar intellekt səviyyəsi biraz aşağı olan şagirdləri üstələyəcəklər. Bu digər şagirdlər üçün maraqsız olacaq. Ona görə də biz bunu qorumalıyıq. Balansı düz qorumalıyıq. 9-cu sualımız. Ideal şagird dərs zamanı sakitcə pıçıldayaraq oxuyur və bu digərlərinə mane olur. Bu halda nə edərsiniz? Nə eləyərsiniz yazmışam, baxırsınızmı? Yəni, ifadə olaraq nə eləyərsiniz? Yox, nə edərsiniz olmalı. Yaxşı müəllimlər. Dərs zamanı sakitcə pıçıldayaraq oxuyur və bu digərlərinə mane olur. Baxın, bu sualda çaşa bilərsiniz. Əlbəttə ki, dərs zamanı şagird pıçıltı ilə oxusa, bu digər şagirdləri mütləq şəkildə narahat edəcək. Bunu nəzərə alsaq, şagirdə yaxınlaşıb əlimizi onun çininə qoya bilərik. Sakitcə oxumasını sakit dildə ona xahiş eləyə bilərik. Xahiş eləyirik müəllimlər. Bax, əmr eləmirik ya, tələb eləmirik ya, xahiş eləyirik. Çünki biz özümüz əgər şagirdlərdə xahiş etsək, rica etsək, belə deyək, xahiş eləsək o şagirddən, əlbəttə ki, o şagirdlər də bir-birindən nə isə istəyən zaman, nə isə edən zaman xahiş cümlələrindən istifadə edir. Bu da mədəniyyət formalaşdırır və eyni zamanda nümunə rolunu oynamış olur şagirdlər üçün. Dərsə mane olmaq şərti ilə lap sakit şəkildə ürəyində oxumasını istəyə bilərik. Dərsdən sonra o şagirdlə fərdi danışıb, hər zaman digər yoldaşlarına hörmətlə yanaşmağın nə qədər vacib olduğunu ona qeyd eləyərik. Çünki digər şagirdlərin o yoldaşlarına mane olacaq, o şagirdlər onun istər-istəməz o pıçıltısını eşidəcəklər və narahat olmuş olacaqlar. Bunu nəzərə almaq lazımdır.
10-cu sualımız, şagirdlərin öyrənmə tərzini dərs ilinin əvvəlində necə müəyyən edirsiniz? Müşahidələr apara bilərsiniz, sorğular təşkil edə bilərsiniz, testlər keçirdə bilərsiniz, müxtəlif tipli tapşırıqlar verib onların reaksiyalarını və nəticələrini izləyərək müəyyən edə bilərsiniz. Mütləq şəkildə öyrənmə tərzinin əsas məsələsi nə edirsiniz müəllimlər? Müşahidədir. Yəni ön planda dayan müşahidədir. Necəsiz? Biz daim dərs zamanı və dərsdən sonraki fəaliyyətlərdə mütləq hər zaman şagirdləri müşahidə etməliyik. Amma müşahidə edən zaman şagirdə hiss etməməliyik ki, biz sizi müşahidə edirik. Çünki o Gestapo rejimi kimi olur da. Belə deyim, daha çox demokratik rejimdən çıxır, avtoritar rejimə keçmiş olur. Və şagird diqqəti üzərində gördüyü üçün istər-istəməz o qapana bilər, sıxıla bilər, özünü müşahidə altında hiss elədiyi üçün olacaq bunlar. Ona görə də biz ona hiss elətdirmədən hər bir şagirdi hər zaman izləməliyik. Və bu bizim şagirdlərin maraq tələbatlarını üzə çıxartmağımızı, öyrənmə tərzini eyni zamanda üzə çıxartmağımızı bizə gətirib çıxartmış olacaq. 11-ci sualımız, vizual şagird mətni oxuyanda çətinlik çəkir. Yəni görərək öyrənmə tərzində olan şagird mətni oxuyan zaman çətinlik çəkir, amma şəkillərə baxanda dərhal başa düşür, onu anlayır. Buna necə kömək edərsiniz? Əlbəttə ki, illüstrasiyalardan istifadə edirik, mental xəritələrdən, konspekt xəritələrindən istifadə edə bilərik. O məlumatı zənginləşdirə bilərik. Mətndəki əsas məqamları rəngli karandaşlarla işləməsini tövsiyə edə bilərik. Çünki o rəngli mətndəki əsas məqamları o şagirddən desək ki, rəngli karandaşla işarələ, şagird şəkilləri rəngli karandaşlardan istifadə etsə, qeydlərini eləsə və yaxud da onların qeydlərini çəksə, əlbəttə ki, o şagird nə edəcək? Onun gözündə olacaq da. O əsas məqamlar onun gözünün önündə olmuş olacaq. 12-ci sualımız, kinestetik şagird üçün xüsusi bir iş forması seçmək doğrudurmu? Yəni, kinestetik öyrənmə tərzində olan şagird toxunma ilə daha yaxşı anlayan, öyrənən şagirddir. Yəni hərəkətdə olan şagirddir. Deyir ki, xüsusi bir iş forması seçmək doğrudurmu? Xeyr. Bax, dərs zamanı konkret hansısa bir şagird üçün yalnız bir iş formasının seçilməsi doğru deyil müəllimlər. Bunu nəzərə alın. Yəni ki, mən hansısa bir şagirdə görə yalnız bir iş forması seçdim, yalnız bütün proses boyu, yalnız il boyu ancaq bu iş formasından istifadə etdim. Bu doğru deyil. Bütün iş formalarından bilirik ki, 4 cür iş formamız var. Fərdi, cütlərlə, qruplarla və bütün siniflərlə. İl boyu biz bundan istifadə etməliyik və kinestetik öyrənməni dəstəkləyən praktik tapşırıqlarla, fəaliyyətlərlə bunlara inteqrasiya edə bilərik. Yəni məcburi deyil ki, mən kinestetik öyrənən şagird üçün yalnız bir iş forması seçim, ondan istifadə edim. Yox, bu doğru deyil. 13-cü sualımız, şagirdin öyrənmə tərzi onun intellekt səviyyəsini göstərirmi? Əlbəttə ki, şagirdin öyrənmə tərzi onun intellekt səviyyəsini göstərməyəcək. Öyrənmə tərzi, intellekt səviyyəsi başqa bir şeydir. Öyrənmə tərzi zəka göstəricisi deyil, müəllimlər. Bunu nəzərə saxlayın. Çünki intellekt səviyyə onun zəkasının göstəricisidir. Sadəcə fərdin informasiyanı qəbul etmə və ya emal etmə xüsusiyyətidir öyrənmə tərzi. Hər bir öyrənmə tərzinə malik şagird də yüksək intellektə sahib ola bilər. Yalnız biz deyək ki, vizual öyrənənlər daha çox intellekt sahibini, belə deyək də, intellekt səviyyəsi yüksək olan şagirddir və yaxud da oxuyub yazaraq öyrənən şagird daha çox intellekti yüksək olan şagirddir. Bu yanlış ifadədir. Hər bir şagirdin öyrənmə tərzinə görə intellekti yüksək də ola bilər, aşağı da ola bilər. 14-cü sualımız, müəllimin öz öyrənmə tərzi dərs keçmə üsuluna necə təsir göstərməlidir? Müəllim dərs zamanı bütün şagirdlərin öyrənmə tərzini mütləq şəkildə nəzərə alıb dərsi təşkil etməlidir. Yalnız öz öyrənmə dərsi ilə dərsi təşkil etsə, əlbəttə ki, bu dərs dərslikdən çıxacaq və bu ənənəvi təlimdə müəllim yönümlü təlimə gedib çıxartmış olacaq. Amma bugün biz nə? Müasir təlimdə, demokratik üsulda şagird yönümlü təlimi ön planda tuturuq. Şagirdin öyrənmə tərzini, şagirdin potensialını, maraq tələbatını nəzərə alıb dərsi təşkil edirik. Ona görə də bu doğru yanaşma deyil. Yəni müəllim öz öyrənmə dərsi keçməsi mümkün deyil, dərsdə təşkil edəsin bunu. O müəllim müasir kurikulum əsasında deyil, ənənəvi təlim üsulunda dərs keçmiş müəllim sayılacaq. Ona görə də xeyr, qətiyyən bu ifadə yanlış ifadə olacaq. 15-ci sualımız, müasir dərsdə İKT-dən istifadə öyrənmə tərzinə necə dəstək olur? Əlbəttə ki, bilirsiniz ki, müasir təlimdə tələb yönümlülük prinsipi, kurikulumun prinsipi ön planda tutulmalıdır. Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatları dərs mühitində nəzərə almalıdır. Eyni zamanda bu vizual öyrənənlər üçün, yəni video təqdimatlar, audiolar üçün, məsəl üçün səs yazılardır, izahlardır, kinestetiklər üçün interaktiv tapşırıqlardır, simulyasiyaların elementlərini birləşdirib hər bir şagirdə çatdıra bilərik biz bunu. Yəni bunu inteqrasiya edə bilərik dərs mühitinə.
16-cı sualımız böyük summativ qiymətləndirmə zamanı öyrənmə tərzləri necə nəzərə alına bilər? Bilirik ki, sualların formalarında çeşidlilik yaratmaq lazımdır. Bilirik ki, hər bir şagirdin səviyyələrinə uyğun həm aşağı təfəkkür səviyyəsində, həm də yuxarı təfəkkür səviyyəsində biz summativ qiymətləndirmə tapşırıqları hazırlayın. İstər bu böyük summativ olsun, istər kiçik summativ olsun. Hazırlanmalıdır. Amma bunu nəzərə salın ki, bunu müəllim eləmir ha. Burada çaşarsınız, sizə sual verər ki, böyük summativ qiymətləndirmə zamanı sualları necə hazırlayırsınız? Siz hazırlamırsınız bunu. Bunu məktəb rəhbərinin işidir. Yəni sizin işiniz deyil bu. Baxın, görürsünüz sual necə qoymuşam. Böyük summativ qiymətləndirmə zamanı öyrənmə tərzləri necə nəzərə alına bilər? Bunu demirəm siz. Sizə sual verə bilər. Bax, bu da sizi çaşdıra bilər. Diqqətli olursunuz. Məsəl üçün, çeşidlilik yaradıb xəritələr, mətnatlı suallar, şəkillərə əsasən tapşırıqlar etməklə hər bir öyrənmə tərzinə imkan yaratmaq olar. Yəni, imkan yaratmaq lazımdır ki, hər bir şagirdin öyrənmə tərzi böyük summativ qiymətləndirmədə də nəzərə alsın. Necə ki, biz onların səviyyəsini nəzərə alırdıq. Bu da mütləq şəkildə vacibdir. 17-ci sualımız oxuyub yazaraq öyrənən şagirdlərə konspekt çıxartmaq niyə vacibdir? Bilirsiniz ki, oxuyub yazaraq öyrənən şagirdlər konspektlər əsasında öyrənməyə çox sevirlər. Məsəl üçün, gedib kitabxanadan hansısa bir mətni götürüb, onun əsas məsələlərini çıxardıb, özləri üçün konspekt edib, sonra öyrənə bilərlər. Bu şagirdlər məlumatı yazı ilə köçürməklə, sistemləşdirərək beyində daha yaxşı emal edirlər. Bu da onların yadda saxlamasına daha çox təsir edir müəllimlər. Arxa planda gələn səslər üçün üzürlü sayın müəllimlər. Yenə də qeyd etdiyim ki, yol kənarında olduğumuz üçün kənardan keçən maşınların səsləridir. Yəni, axşam vaxtında çəkildiyi üçün belədir. 18-ci sualımız şagirdlərin öz öyrənmə tərzlərini bilməsi onların təhsilinə necə təsir göstərir? Əlbəttə ki, şagird öz öyrənmə tərzini müəyyən etməklə metakognitiv bacarıqları formalaşmış olur. Yəni, öyrənmə tərzi onun öyrənməsinə birbaşa təsir edən əsas amillərdən biridir. Necə hazırlaşmalı olduqlarını bilirlər, özlərinə uyğun öyrənmə strategiyası müəyyənləşdirə bilirlər ki, mən hansı yolla daha yaxşı getsəm, daha bu yolla daha yaxşı öyrənə bilərəm. Bunu nəzərə alırlar. 19-cu sualımız audio şagird üçün mühazirə dərsi hər zaman kifayətdirmi? Audio şagird bilirsiniz ki, eşidərək öyrənən şagirdlərdir. Ucadan oxumağı, səsli qeydlər aparmağı, yoldaşı ilə mühazirələr, müzakirələr aparmağı, oxuduğunu ucadan danışmağı sevən şagirdlərdir. Yəni, mühazirə dərsi hər zaman kifayətdirmi? Xeyr. Yalnız mühazirədən nə istifadə edirik? Təkcə pasiv dinləmə kifayət deyil axı burada. Biz şagirdin dinlədiklərini müzakirə etməsinə də şərait yarada bilərik, suallar verməsinə də, başqalarıyla müzakirəsinə də şərait yarada bilərik, fikrini şifahi şəkildə istifadə etməsinə də şərait yarada bilər. Yalnız mühazirədən xeyr. Yəni, bütün bunların hər birindən istifadə olunmalıdır. 20-ci sualımız kinestetik şagirdlər üçün yapışqanlı kağızlardan, stikerlərdən necə istifadə etmək olar? Kinestetik şagirdlər bilirsiniz ki, müəllimlər hansı ki, hərəkətdə olan şagirdlərdir. Onlar mühazirələri xoşlamırlar, toxunmağı xoşlayırlar, yaratmağı, qurmağı xoşlayırlar. Stikerlər, rəngli, şəkilli kağızlar, daha çox yapışqanlı, rəngli kağızlar, daha çox vizual öyrənmədə olan şagirdlər üçün daha çox uyğundur. Bu, kinestetik şagirdlər üçün necə istifadə etmək olar yapışqanlı kağızlardan? Onlar stikerləri, qeydlərini yaza bilərlər. Yazıb, lövhəyə yapışdırmasına gətirib deyə bilər ki, dur, gəl bunu yaz, yapışdır lövhəyə, kateqoriyalara ayır bunları, hər hərəkət edən hər xəritə üzərində yerləşdirmək tapşırığı verilə bilər. Aha, bu artıq kinestetikə uyğun olmuş olacaq. Çünki orada hərəkət olacaq. Hərəkət olduğu üçün hər diaqramın üzərində lazım olan stikeri yerləşdirəcəklər, kateqoriyalarına görə böləcəklər. Bu da hərəkət edən xəritə üzərində yerləşdirmə tapşırığı olduğu üçün də bu kinestetik şagirdlər üçün uyğun ola bilər. Yəni, çaşmırsınız. Bu şəkildə müəllimlər suallarımızın ardını inşallah ki, yenidən sizlər üçün izah edəcəm.